Bir qalanın sirri. Keçmiş zamanlarda bir həkim və alim vardı. Onlar bütün çiçəklərin, otların sirrini bilirdilər. Alim dərman bitkilərini tapıb gətirər, həkim ondan məlhəm hazırlayardı. Bu məmləkətin Simnar xan adlı bir zalım hökmdarı vardı. O dağlardan gələn çayların qarşısını kəsdirmişdi. Cəmaət bir içim suya görə Simnar xana boyun əyməli olurdu. Günlərin birində həkim yeni bir dərman düzəltdi. Dərman daşı əridib suya çevirir, ətrafı canlandırırdı. Bu dərmanın sorağı Simnar xana çatdı. O öz adamları ilə həkimin evinə gəldi ki, dərmanın sirrini öyrənsin. Həkim sirri verməyə razı olmadı. Simnar xanın adamları həkimin qarşısına 2 qab qoydular. Qabların birində qızıl, o birində isə qandal var idi. Simnar xan dedi: "Həkim, bunlara bax, birini seç." Amma həkim hədiyyələrə baxaraq başını buladı. Buna görə zalım xan həkimi qanlı qayadakı zindana saldırdı. Kənddə heç kim həkimin yerini bilmirdi. Kənd cəmaəti çox narahat idi. Alim baba həkimin şagirdini yanına çağırıb dedi: "Elşən, həkim heç vaxt bizə bir xəbər qoymamış evdən çıxmazdı. Gəl gedək onun evinə baxaq." Onlar həkim babanın evinə yollandılar. Evdə hər şey alt-üst idi. Alim baba ilə Elşən həkimdən bir nişanə tapmaq üçün hər yerə baxdılar. Dərmanların yığıldığı rəfdə bir qutu tapdılar. Elşən qutunu açdı. Qutunun içində nar, sim, qanlı daş və qıfıl var idi. Elşən qutunun içindəkilərə baxıb heç nə başa düşmədi. Alim baba gülümsədi. Həqiqətən həkim baba ağıllı və tədbirli imiş. O yerini bizə qabaqcadan bildirib. Elşən xəncərini tez belinə bağladı. Kənd cəmaətinə xəbər verdi.